Bugünkü videomuz trend şokolad haqqındadır. Demək olar ki, hər gündən azı 3-4 dəfə qarşıma çıxır. Maraqlandım, ən endirimli qiyməti 28 manata idi. Düşündüm ki, mənim qarşıma çıxsa hər kəsin qarşısına çıxır və bunu hər kəs dadına baxmaq istəyər. Və belə bir qərar aldım ki, bu trend şokoladı özüm hazırlayım. Deməli, istədiyiniz şokoladı seçirsiniz. Kletka şokolad və pişmaniyə, türklər pişmaniyə deyir, pişmaniyədən alırsınız. Heç 2 top getmir də, çox az gedir və belə bir şokolad hazırlayırsınız. Bir kəpənək, 4 dənə şokoladdan bu çıxdı, ikisi, bir kəpənək və ayıcıq. Dadına baxıb sizə deyəcəm. İndi isə dostlar, nə edirik? Şokoladın dadına baxırıq. Ləzzətlidir, qıymır adam. Belə bir qaca qırılmış. Biz belə dadına baxaq. Çox dadlı damarlarım dostlar.